Bu həyat qutaracaq mütləq və bunun sonu ölümdür. Ölümlə müqayisə eləməliyik hər addımımızı. Ölümlə müqayisədə çox şey sönür. Çox sadə bir misal deyəcəm. Bir insanın 100 problemi vardı, bilmirdi necə həll eləsin, birdən gedir, analiz verir, xəstəlik çıxır bundan. Məlum olur ki, 3 ay ömrü qalıbdır. 100 problemindən heç birisi qalmır, bir dənə xəstəlik problemi qalır. Adam kəşf edir. Sən demə, həyat bu qədər mürəkkəb deyilmiş. Həyat çox sadə imiş. Ona təkcə sağlamlıq lazım imiş, həyatı dəyərləndirmək lazım imiş, həyata sevinmək lazım imiş. Bir köpəkdə bu var. Balaca bir it dünyaya hədsiz dərəcədə sevinir. Mən görürəm ki, mənim itim bir çox aspektdə məndən çox ağıllıdır. Həyatı sevməkdə, həyata sevinməkdə. Siz evə gəlirsiniz, o atılır düşür, sevinib qutara bilmir. Səni bir nemət kimi qavrayır. Biz həyatı, ətrafımızdakiları o cür nemət kimi qavramağı öyrənəydik kaş. Bu çox böyük idrak tələb edir adamlar. O aşırı informasiya ilə dolma bizi belə kütləşdirir bu baxımdan.